Halo, schönen Tag. Dərsimizin mövzusu feillərdən yaranan törəmə sözlərdir. Yəni, feil olaraq eyni qalır və ondan yaranan müxtəlif sonları və ön hissələrinə hissəciklər artırmaqla yeni sözlər yaradırıq. Gəlin bunlarla tanış olaq. Məsələn, kochen sözündən yaranan sözlər. Koch, köchen, aşpaz və aşpaz qadın anlamını verir. Kochen bişirmək deməkdir. Die Küche mətbəx deməkdir. Kuchen isə ümumilikdə şirniyyatların adını ifadə edir. Gördüyünüz kimi burada bir kochen sözündən yaranan sözləri gördük. Digər sözümüz backen, bişirmək deməkdir. Sobada bir şeylər bişirmək. Beka, çörəkçi deməkdir kişi cinsində. Bäckerin isə qadın anlamını verir. Bäckerə isə çörəkxana deməkdir. Təkcə çörək yox, ümumilikdə un məmulatlarının satıldığı yer anlamını verir. Singen mahnı oxumaq deməkdir. Zenga müğənni anlamını verir kişi. Sängerin isə qadın müğənni anlamını verir. Gesang mahnı oxuma prosesinin adı kimi səslənir. Gördüyünüz kimi burada feillərin sonunda olan en hissəcini silirik. Yerinə er hissəsi artırmaqla həmin işi görən adam anlamını yaradırıq. Və həmin sözün də sonuna in artırdıqda həmin adam mənası bildirən sözün qadın şəxsini göstərmiş oluruq. Yəni, bu formada istənilən feillərdə hansı ki o mənasından həmin işi görən adam mənası yarada bilərik. Onların sonunda olan en hissəcini silib, yerinə er şəkilçisini yazmaqla həmin işi görən adam anlamını yarada bilərik. Gəlin indi digərləri ilə tanış olaq. Ancaq bu dediyimiz qayda bütün feillər üçün keçərli deyil. Yəni elə feillər ola bilər ki, biz orada həmin feildən yaranan şəxs anlamını bildirməyə bilərik. Yəni yarada bilməyə bilərik. Das Haus ev deməkdir. Zu Hause evdə. Häuslich evə aid evcil anlamını verir. Fahren sürmək deməkdir, getmək anlamını verir. Yəni nəqliyyatla harasa getmək. Faxt səfər deməkdir. Fahra sürücüdür kişi cinsində. Fahrerin isə qadın sürücü deməkdir. Yenə də gördüyünüz kimi axırda olan eni sildi, yerinə er artırdıq. Lernen öyrənmək deməkdir. Lerna öyrənən şəxs anlamını verir. Lernerin isə öyrənən qadın deməkdir. Eyni bu məna ilə digərinin çaşdırılanları ilə indicə qeyd edeyim. Leğen öyrətmək deməkdir. Görürsünüz, yaxın sözlərdir. Biri öyrənən şəxsdir, biri öyrədən tərəfdir. Öyrədən sözündən də müəllim sözü yaranır. Leğa kişi müəllimdir, leğerin qadın müəllimdir. Dileğe isə təhsil, təlim anlamını verir. Gördüyünüz kimi, eyni feildən yaranan digər sözlərdir. Sonra malen, rəsm çəkmək. Yəni, fırça ilə, qələm, karandaşla çəkilən rəsmdən söhbət gedir. Mala rəssam deməkdir. Malerin qadın rəssamdır. Gemälde isə rəsm əsəri anlamını verir. Yenə də malen sözün sonundan eni silirik, yerinə er artırırıq. Həmin işi görən insan anlamını yaratmış oluruq. İndi isə Arbeit ifadəsi ilə schreiben sözlərinə baxaq. Arbeitın işləmək deməkdir. Die Arbeit iş deməkdir isim olaraq. Die Arbeiter fəhlə işçi anlamını verir. Arbeiterin isə fəhlə qadın anlamını verir. Yəni işçi qadın anlamını verir. Spielen oynamaq deməkdir. Das Spiel oyun anlamını verir. Spieler oyunçu, Spielerin qadın oyunçu deməkdir. Bayaq izah elədiyim qayda, görürsünüz, burada da özünü istifadə olunub, özünü göstərir. Spielen sözün sonunda en var, onu silirik, yerinə er hissəciyini artırmış oluruq. Sonra schreiben yazmaq deməkdir. Schreiber yazıcıdır, həm də katib anlamını verir. Schreiberin yazıcı qadın, yazan qadın anlamını verir. Schrift isə yazı deməkdir. Yəni yazılmış müəyyən bir hekayəsi, tarixçəni ifadə edən yazı anlamını verir. Verkaufen satmaq deməkdir. İndi bu sözdən də satıcı sözlərini yaradacağıq. Sondan eni silib er artırırıq. Biraz burada hərflərdə dəyişiklik var. O da ki, heç bir qaydaya əsaslanmır. Hər sözün özündə müəyyən kiçik xüsusiyyətləri olur. Satıcı sözü Verkäufer kişi, Verkäuferin isə qadın olaraq
istifadə edirik. Verkauf isə satış deməkdir, isim olaraq. Verkaufen satmaq feilidir. Bu bir hərəkətdir. Verkauf isə satış deməkdir, isim deməkdir. Bunun kimi yüzlərlə belə sözlər yaranır. Təbii ki, biz bunların hamısını birdən öyrənə bilmərik və ya təxmin eləyə bilmərik. Zamanla məsələn, öyrəndiyiniz feillərdən yaranan törəmə sözləri öyrənsəniz, o sizin üçün daha yaxşı olar ki, həm o sözləri, feilləri öyrənmiş olarsınız, həm də onlardan yaranan sözləri. Bu zaman həm o sözün əsasını yadda saxlamaq daha rahat olacaq, həm də onlardan yaranan digər sözləri daha yaxşı öyrənib ağlınızda tuta bilərsiniz. Həm də bunlara aid cümlələr quranda sizə daha yardımcı olacaq. Çünki elə sözlərdir ki, məsələn, bayaqdan baxdıqlarınız çox, yəni A1 səviyyəsi üçün, təməl səviyyə üçün çox aktiv istifadə olunur. Hər kəsə lazım olan ifadələrdir. Sonraki videolarda təbii ki, bunların daha başqalarına da baxa bilərik. Hələ ki, əsas bunları öyrənin. Bundan başqa da artıq, yəni özünüz də bunu müxtəlif versiyalarla tanış ola bilərsiniz. Yəni bir feil keçdiniz, feil öyrəndiniz. Həmin feildən yaranan törəmə sözlərə baxsanız görəcəksiniz ki, məsəl üçün bir söz öyrənməklə əslində siz nə qədər söz öyrənmiş olursunuz. Çünki hamısı eyni mənaya bağlıdır. Bir mənanı bilməklə 4 dənə, 5 dənə, hətta elə ola bilər ki, ona yaxın sözün mənasını daha rahat yadda saxlaya bilərsiniz. Bir sonraki videomuzda görüşmənədək tschüss, auf Wiedersehen.